Qalxanvari vəzinin çatışmamazlığı nəticəsində, yəni funksiyalarının pozulduğu nəticəsində biz endokrinoloqların istifadə etdiyi, tövsiyə etdiyi müəyyən bir dərman preparatları var. Xüsusən də bunlardan biri L-tiroksindir. Nə zaman təyin olunmalıdır, nə zaman qəbul olunmalıdır və xəstələr bunu qəbul edərkən nələrə diqqət etməlidir? Bu barədə qısaca informasiya vermək istəyirəm. İlkin olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, həmin bu dərman preparatı hər gün səhər yeməyindən yarım saat öncə eyni saatda, eyni vaxtda qəbul olunmalıdır. Bu dərman preparatı qəbul olunduqdan sonra kofe, süd məhsulları, kalsium preparatı, dəmir preparatları istifadə etmək olmaz. Qəbul arasındakı fasilə 2-3 saatdan az olmayaraqdan istifadə olunmalıdır. Bəs bu preparat nə zaman kəsilməlidir? Bəzən xəstələr həkimlərin təyinatını özləri bilərəkdən və yaxud da bilməyərəkdən kör təbii şəkildə kəsirlər. 2 ay dediniz, istifadə elədim, indi hər şey yaxşıdır deyə mən bu preparatı kəsdim. Amma bunu təbii ki, sonraki fəsadları daha çox müşahidə oluna bilər. L-tiroksin orqanizmdə hormon preparatının çatışmazlığı nəticəsində verilir. Sizin bu preparatı kəsməyiniz demək ki, öz hormonunuzu kəsməyiniz deməkdir. Öz orqanizminizdə müxtəlif çatışmamazlığın yaranmasına səbəb olmağınız deməkdir. Ona görə də mənim əzizlərim, dərman preparatlarını içərkən və kəsərkən mütləq həkiminizlə məsləhətləşin.